Salam əziz və hörmətli tamaşaçılar, xoş gördük hər birinizi. 2013-cü ildə bərəkət verilişini gördüyünüz kimi çox gözəl bir məkanda salamlayırıq sizləri. Bu dəfə də sizin görünüşünüzə çox maraqlı bir mövzu ilə gəlmişik. Bonsay sənəti, yəni cırtdan ağac yetişdirmək sənəti. Bonsay ilə Azərbaycanda çox az sayda insan məşğul olur ki, onlardan biri də cənub bölgəsində yaşayan Lənkəran sakini, bioloq, mütəxəssis Faiq Axundovdur. Biz Faiq müəllimdən bonsay bitkisinin sirləri barədə sizə məlumat verəcəyik. Salam, xoş gördük sizi Faiq müəllim. Təşəkkür eləyirəm. Faiq müəllim, hörmətli tamaşaçılarımıza bonsay sənəti ilə bağlı zəhmət olmasa məlumat verərdiniz əvvəlcə. Yəni, yəqin ki, çox az adam bonsay ilə bağlı məlumatı var. Bonsay nədir? İlk əvvəlcə tamaşaçılarımıza onu, onların diqqətinə çatdırmağa çalışaq. Bonsay demək olar ki, Cənubi-Şərqi Asiyada, əsasən Çin və Yaponiyada geniş yayılmışdı bu sənət. Bu sənət çox qədim sənətdir. Hətta bizim eradan əvvəl bu sənətlə məşğul olanlar olub Çində. Bonsay Yapon sözündən gəlir. Yəni hərf və tərcümədə məcmuədə bitən mənası verir. Odur ki, bonsayların müəyyən bir formaları, müəyyən bir dekorativ görüntüləri olur. Bonsay sənəti Yaponiyaya 7-9-cu əsrlərdə Çindən gəlib. Bonsay yaşayan ağaclara duyulan hörməti və bu ağacların yaşamasının əhəmiyyətini insan həyatında rolunu göstərən sənətdir. Həmin bitkiləri becərmək asan başa gəlmir. Ən azı 10 ilə ancaq formalaşdırmaq mümkün olur. Təsəvvür edin, nəhəng palıd ağacını dibçəyə uyğunlaşdırmaq becərmək lazımdır. Əlbəttə çətindir. Bir növ meşə ağacını evə gətirməkdir. Uzun illər böyük və gərgin zəhmət, səbir tələb edir. Ona görə də bahadır. Elə bonsay var ki, qiyməti 2000 manatdır. Faiq müəllim, yəni biz burada görürük bonsayları, yəni çox maraqlı görüntüləri var. Məsələn, çox maraqlıdır ki, təbiətdə gördüyümüz nəhəng ağacları çox balaca bir boşqabda elə həmin görüntüdə, həmin formada, yəni biz görürük, çox maraqlıdır, çox insana zövq verir. Zəhmət olmasa deyək ki, yəni bunların torpaqları da, yəni təbiətdə elə olan torpaqlardan mı götürülür? Yəni tərkibi necədir torpağın? Bonsay bitkisi, yəni ki, dediyimiz kimi, məsələn, böyük ölçülü, böyük həcmli ağacın kiçildilmiş 100 dəfə, məsələn, 100 dəfə, 150 dəfə kiçildilmiş forması. Və onların həmin dibçəklərdə, çox balaca dibçəklərdə və yassı dibçəklərdə kökləri çox az olur və torpaq tələbatı da onlardan yüksək olur. Yəni, hər bir bitki üçün müxtəlif formalı bonsaylar olur və hər bir bitki üçün özünə məxsus torpaq tərkibi olur. Çox gözəl. Faiq müəllim, zəhmət olmasa deyəriz, bax görürük buradakı bonsayların. Bunları yəni tamaşaçılarımıza da yəni təqdim eləyərdiniz. Hansı ağaclardır bunlar? Bu ağaclar əsasən İrqan ərazisində bitən ağaclardır. Bu azad ağacıdır. Həmişə yaşıl yarpaqlı ağac şümşat ağacıdır. Yəni bunlar hamısı Lənkəran dağlarının, Talış dağlarının endemik bitkiləridir. Meşə armududur, gətirilmə ağac Himalay kedridir. Yəni bunların hamısını dəmir ağacıdır, yəni dəmir ağacıdır Lənkəranda, yəni o da Lənkəran meşələrində bitəndir. Bunların çox miniatür, balaca bir formasını, yəni uzun illər nəticəsində yetişdirmişəm. Hal-hazırda gördüyünüz ağacların əksəriyyətinin 10, 12, 17 yaşları vardır. Faiq müəllim, bonsay necə əmələ gəlir? Yəni onun üçün ən zəruri komponentlər hansılardır? O barədə zəhmət olmasın. Bonsay təqribən yəni 1 yaşından götürülmüş bir ştildən başlanır onu düzəltmək, yəni onun üstündə iş aparmaq və illərcə budama, budaq sistemini budama, kök sistemini budama və bunlar mütərəqqi vaxtı ilə dəyişilir. İldə 2 dəfə ya 3 dəfə budama prosesi gedir bunlarda. İstər budaq sistemində, istər kök sistemində, hətta yarpaq sistemində də budamalar gedir.
Sonra işıq və qaranlıq sistemində, soyuq və istidə bunlar əmələ gəlir. Yəni bunlarda bu sistem, bu prosesləri keçməlidir. Belə olduqda qaranlıq sistemində bonsayın gövdəsi enliləşir. İşıq sistemində isə bonsayın hündürlüyə inkişaf etmək istəyir. Bax belə bir proseslərdən il bununla işləyərək bu formanı alır. Yəni bir növ təbiətdə olduğu kimi, yəni bütün hava, yəni iqliminə uyğunlaşır. Həm istiyə, soyuğa, işığa, qaranlığa, yəni təbiətdə olduğu kimi. Çox gözəl. Faiq müəllim, çox maraqlıdır. Yəni təbiətdə olan bütün ağaclardan bonsay etmək olarmı? Yəni təxminən neçə növü var bonsayın? Bonsayın müəyyən, yəni uzun qədim sənət olduğuna görə o illər ərzində bonsayın növləri əmələ gəlib. Yəni bir 10-15 növü var bonsayın. Yəni ki, tək düz ağac, küləklə əyilmiş ağac, kaskad ağaclar, yəni dağ silsiləsinə aşağı əyilmiş ağaclar. Bunların təqribən 10-12-15 növü var. Hətta elə bir bonsaylar var ki, qrup halında balaca bir dibçəkə əkilir, yəni bir meşənin bir mənzərəsini yaratmaq olur. Hətta elə bir bonsay növləri var ki, miniatür bağ formaları yaradılır. Yəni bir qrup bitkilər əkilir, balaca təpəciklər, mutluq, yol, məsələn, ora müəyyən fiqurlar, ev, fayton və s. düzülə bilir. Yəni bütün ağaclardan, ağac növlərindən bonsay etmək olur da. Yəni armud, ya dekorativ ağac olsun və yaxud da ki, meyvə ağacları olsun, hamısından eləmək olurmu bonsay? Bonsay hər bir ağacdan, müəyyən ağaclardan mümkündür. Amma müəyyən ağaclar var ki, onlardan bonsay yaratmaq çox çətindir və uzun illərin nəticəsi ola bilər. Amma ağac var ki, çox az müddətdə, yəni 3 və 10 il ərzində bu öz formasını ala bilər. Siz bayaq qeyd etdiniz ki, bonsaylar 10, 12 il, 17 il yəni müddətində yəni o formanı alır. Daha çox müddət tələb edən, yəni bonsay ağacları olur mu? Məsələn 30 mu, 40 il mi o ilə? Bəli, bonsay var ki, 30 ilə, 40 ilə, yaxın 50 ilə əmələ gəlir və bu bonsayların yaşları məhdud olmur. Bonsaylar, məsəl üçün, nəsil bə nəsil verilə bilər. Elə bonsaylar var ki, ədəbiyyat məlumatlar var ki, 300 il yaşı var, nəsildən nəsilə ötürülür. Belə bonsayların, yəni bir, necə deyək, təkrarı yox. Çox gözəl. Bonsayların, yəni otaqda qoyulan növləri və yaxud bağçada yetişdirilən növləri, yəni bunlar ayrı-ayrıdır, yoxsa fərqi yoxdur, elə eyni bonsayları həm otaqda, həm bağçada qoymaq olar? Bonsay var, otaq bonsayı və bağ bonsayı. Əsasən dünyada bağ bonsayların yetişdirilir. Bonsaylar öz boyuna görə hər bir sinifə aiddir. Onlar yaşım 15-20, yəni 8-9, 15-20, 30-40 və s. Hətta 2 metrəyə qədər çata bilər bonsayın hündürlüyü. Və onlar əsasən bağ bonsaylarıdır. Otaq bonsayları isə biz necə qəbul etdiyimiz otaq bitkilərdən, məsələn, Ficus benjamindən və başqa bir bitkilərdən yaratmaq olar. Amma onların ömrü çox uzun deyil, yəni qısadır. Amma bağ bitkiləri, bağ bonsayların ömrü çox uzun olur. Çox gözəl. Mülayim iqlimdə yetişdirilən bonsay bitkiləri soyuq və isti şəraitə, yuxu ya da istirahət dövrünə ehtiyac duyarlar. Bu dövrdə bonsaylar 6 ilə 8 həftə arası və 1-4 dərəcə arası istilikdə olmalıdır. Çox az bonsay növü qoruma olmadan mənfi 6 dərəcə soyuqdan çıxa bilərlər. Təbii ki, çoxu bu dövrdə yarpaqlarını tökür. Çin karağac və Ulmus parvifolia kimi bəzi bonsay növləri yarpaqlarını tökməyə bilir. Bu soyuq yuxu dövrü bitkiyə verilməsə, yarpaq tökən cinslər maksimum 2 il boyunca böyümələr davam edər və bundan sonra hər nə olursa olsun yuxu dövrünə girərlər. Lakin bu bitki üçün çox stresli olar və bəzi hallarda bitkinin ölümünə gətirib çıxarar. Mən burada baxıram bonsaylara. Məsəl üçün burada bu gördüyümüz bayaq qeyd elədiyiniz ki, cır armud ağacıdır. Bunun boyu burada bəlkə də bir 30-40 sm-dən çox deyil. Və təbiətdə bunun boyu nə qədər olur? Bildiyimiz kimi meşə armudunun hündürlüyü təqribən 8-10 metrəyə yaxın çata bilir və gövdəsi çox böyük olur. Amma gördüyünüz kimi bu qabda təqribən 10 yaşı olan armud çox 18 ya 25 sm hündürlüyündədir. Çox maraqlıdır. Yəni o təkcə bu armud ağacını bütün demək olar ki, bonsaylara aid etmək olar da onu.
bonsaylara aid etmək olar. Yəni ki, bonsaylar təbiətdə çox nəhəng ağaclar olurlar və onların bonsay kiçildilmiş formasıdır. Çox gözəl. Sonra burada mənim görüntülərdə mənim diqqətimi çəkən bir şey də var ki, burada heyvan fiqurları görürük. Bu saxsı qabların, yəni qırağında, yəni bonsayların. Bunun bir hansısa bir anlamı, hansısa bir rəmzi mənası varmı? Ümumiyyətlə dediyimiz kimi bonsay, yəni təbiətə yaxınlaşmaq deməkdir. Və bəzi bonsaylar formalaşmış bonsayların ətrafında müəyyən heyvanlar, fiqurlar qoymaq olar. Yəni həcmə uyğun olmalıdır və müəyyən heyvanlar qoymaq olur, yəni balaca evciklər qoymaq olur, fayton və s. bir şey qoymaq olur ki, yəni estetik gözəllik yəni biraz da artsın. Təbiəti evə gətirmək bir növ. Çox gözəl. Sonra bu bonsaylar əsasən yəni hansı materialdan olan qablarda daha yəni həm gözəl görünür, həm də yaxşı inkişaf eləyir? Kauçukmu, ya nə bilim digər hansı materialdan? Bonsay əsasən saxsı qablarda olmalıdır. Şimdi Azərbaycanda bonsay qabı tapmaq çox çətin, yəni satışda bunlar yoxdur. Biz də uyğunlaşdırılmış qablarda, yəni dipçəklərdə bonsayları yetişdiririk. Əsasən çox, yəni hündürlüyü olmayan, yəni yassı bir qablarda olmalıdır. Ola bilər dairəvi, dördkünc və başqa bir formalarda ola bilər. Daş üstə də ola bilər, yəni müəyyən bir kötü üstə də ola bilər bonsay. Çox gözəl. Bir də yəni elə saxsı qablarda yetişdirilmiş bu bonsaylardan biz yəni danışırıq. Maraqlıdır. Bunun biz bildiyimiz kimi bitkilərin adi torpaq şəraitində yerdə kökü çox olur və dərinlərə işləyir. Amma bunların kök qatları məncə yəni bu qab məhdud olduğuna görə imkan vermir də daha çox inkişaf eləməyə. Bunu inkişaf eləyəndə bu hansısa bir çətinlik yaradırmı? Onun qarşısını almaq üçün nə edirsiniz? Yəni sürətli inkişafının dayanması üçün hansı tədbirlər görülür kök sistemi ilə bağlı? Bonsay ümumiyyətlə o bonsaydır ki, yəni ki, kökü qabda normal vəziyyətdə durur. Yəni kök qabda partlayıb çıxanda o bonsay sayılmır. Bonsay elə olmalıdır ki, o qabda onun kökü rahat inkişaf etsin və verilən suyu ya mineral gübrələri qəbul edə bilsin. Yəni kök sistemi balaca və normal qabda yerləşməlidir. Yəni bu qablar olurmu ki, arada məsəl üçün çox inkişaf etdikcə